Salam əzizlərim, bugünkü mövzumuz determinant təyin edicilərdir. Article A and Z artiklından istifadə olunur və ismin qarşısında istifadə olunur. Determinant dedikdə ismi təyin edən təyin edicilər vardır. Possessiv yerlik halda demonstrativ işarə və integrativ sual əvəzlikləri və yerlik halda biz işlədirik yerlik əvəzliklərindən də istifadə edə bilirik. My, your, this, my, his, her, bunlar yerlik əvəzliklərdir. This, that işarə əvəzliklərdir. Which, whose, that, both isə integrativ əvəzliklər, yəni sual əvəzliklərdir. Quantifies biz deyə bilərik ki, all, each, every, either, some, any, no, much, many. Bunlar quantifies'tir. Və cardinal, miqdar və ordinal sıra sayları ilə ifadə oluna bilər. Məsələn, 2, 3, first, second. Bunlar hamısı ismin qarşısında işlədilir və ismin qarşısında biz deyə bilərik ki, article'dır, yerlik haldır, quantifiers'dir və cardinal və ordinal sıra sayları istifadə olunur. Many çoxlu deməkdir. Many sayılan cəmsimlə işlənilir. Sayılan cəmsimlə yadımızda saxlayaq. Many apples. Noun, pronoun kimi isimsiz də işlənə bilər. Many üstəgələ xəbər çox insanlar deməkdir. Many üstəgələ xəbər. Many claim that the sun is a star. Çox iddia edilir ki, günəş bir ulduzdur. Burada many people-a bərabərdir. Many the children, many of children, many of the, my, his, her-lə ifadə olunur. Yəni bunu biz düz deyə bilərik. Many of-dan sonra the article işlədilə bilər. Many of-dan sonra biz heç vaxt onu determinantsız, yəni ki, onun qarşısında yerlik əvəzliksiz işlədə bilmərik, bu deməkdir. Və many tək isimlə, tək xəbər işlədilir. Many time, many man birləşməsi vardır. Bunlar many time, many times-a bərabərdir. Many man, many men-ə bərabərdir. My, the not plus many. My many friends, one of the many children you saw could help us. Burada biz görürük ki, one of-dan sonra nə gəldi? İsim gəldi, isim cəmdə işlədildi və one of the many children işlədilir. Yəni burada isim cəmdə olur one of-dan sonra. Biz onu deyə bilərik. Not many people know things. Many children-dan söhbət gedir. Burada əsasən çox insanlar yox, yəni çox insan bilmir Çin dilini və də burada many people həm də biz deyə bilərik ki, many people many-dən sonra isim cəmdə işlədilir. Təkli işlədildikdə necə işlədilirdi? Many ifadəsindən istifadə olunur. For, too many, so many, very many, too many, a good many, a great many ifadələri vardır. Much çoxlu deməkdir. Much determinərdir və sayılmayan tək isimlə işlədilir. Much progress, much water, much water, much of water heç vaxt götürmürük. Much of the water, görürsünüz much of-dan sonra, many of-dan sonra mütləq onun determinanti, yəni z artiklı yaxud da yerlik əvəzliklər istifadə edə bilərik. Much əsasən sayılan tək isim, üstəgələ tək xəbər. Nəyi isə çox səs deməkdir. Məsələn, much of the building dedikdə tək ismi görürsünüz və tək xəbərdə was destroyed. Binanın çox hissəsi yanğından məhv oldu. Much pronoun isimsiz işləndə də çox şeylər mənasını verir. Much əvəzlik kimi isimsiz işlədilə bilər. Çox şeylər deməkdir. Much has been written about unemployment. Və burada işsizlik haqqında çox şeylər yazılıbdır. Much adverb zərf kimi də işlədilə bilər. Things haven't changed much. Görürsünüz burada xəbərin yanında işlədilir və burada adverb kimidir, cümlə axırında işlədilir. Şərtlər çox dəyişməyib. Much plus sifətin müqayisə dərəcəsi işlədilir. Much better, much easier. Ancaq much the best, much the most interesting ifadələrini də yadda saxlayaq ki,
Bu bir ifadədir. Must the best, must the most ifadəsi vardır. She's must the best person for the job. O işində ən yaxşı şəxsdir. Yəni burada müqayisə edib ən yaxşısını nəzərdə tutduqda biz must the best, must the most ifadələrindən istifadə edə bilərik. Və very much, too much, so much, far, too much ifadələrini başlayaq. Much to my surprise ifadəsinə baxaq. I was very surprised that. Much to ifadəsi o deməkdir ki, mən çox sürpriz etdim. Yəni ki, burada deyir ki, to be surprised də bu. Mən sürpriz etdim ona. Much too much ifadəsinə baxdıqda istədiyindən, ehtiyacın olandan daha çoxu. Yəni ki, much too much ifadəsidir. Very much, too much, so much, far, too much. Bunları yadda saxlamaq lazımdır. You have drink much to drive. Maşın sürmək üçün həddən artıq çox içmisən. Most ifadələrinə baxaq. Sayılan cəm, sayılmayan tək isimlə işlədilir. Bu və most sayılan cəm, sayılmayan tək isimlə işlədilir. We need more time. Time sözünü görürsünüz. Burada time sözü sayılmayan ifadır və sayılmayan isimlərin də həm də sayılan cəm isimlə işlədilir. More workers have been seen. More workers da nə deməkdir? İşçilərin çoxu mənasında işçilərin çoxu görülmüşdür. More, most zərf kimi də işlənə bilər. I couldn't agree more. Mən çox razılaşmadım. We all worked a lot, but sonra worked most. Biz çox işlədik, ancaq sonra çox işləmədim. Burada bir but əvəzi vardır. Burada əsasən no işlədilə bilər bir tərəfində. Deməli, one, many, much, a few, a little, a lot, some, any, no, several, all, two, three, four, üstəgələk more, plus isim. Most plus isim əksər deməkdir. Most children like chocolate. Əksər uşaqlar şokoladı xoşlayır. Most of the children. Most üstəgələk sayılan tək isim, çox səs deməkdir. Most üstəgələk sayılan tək isim, çox səs. Most of the house was destroyed. Evlərin çox hissəsi dağıldı. The most çoxhecalı sifətlə işlədilir. English is the most interesting language. The most plus isim digərindən daha çox mənasını verir. Digərindən daha çox the most. Who reads the most book? Kim daha çox kitab oxuyur? My father earns the most money in my family. Ailəmdə ən çox atam pul qazanır. Deməli, the most money. The most plus ismi həmişə yadınızda saxlayın ki, the mostdan sonra mütləq isim gələ bilər. Və the most üstünlük dərəcəsində olarsa, o çoxhecalı sifət gələr ondan sonra. Əgər sifət gəlmirsə, isim gəlirsə, onu mütləq the article-dan ifadə edə bilərik. Who reads the most books ifadəsi vardır. Kim daha çox kitab oxuyur? My father earns the most money in my family. Mənim atam ailədə daha çox pul qazanır. Ailəmdə ən çox atam qazanır. A few sayılan cəm isim işlədilir. A few friends, a few peace. A few pozitiv mənada, yəni var. On a few, very few, yetersiz qədər var deməkdir. Deməli, birdən sonra sayılan cəm ismi mütləq
a few pins. Və pozitiv adjektiv ifadəsinə bax. Possessive adjektiv. My few friends. Müqayisə dərəcəsi few, üstünlük dərəcəsi few. Few people sent letters. Və quite right, just only a few. A good, very, to, how, my, his plus view işlədilir. Yəni ki, view'nun qarşısında artikel'la bərabər bu ifadələr də işlədilir. A little az, biraz sayılmayan tək isimdir. A little progress, a little pozitiv mənada, yəni biraz var deməkdir. Little only, a little, very little, yetərsiz qədərdir. Little, yəni ki, bu da sayılmayan isimlərlə işlədilir. Sayılmayan tək isimlə işlədilir. Few sayılandır, little sayılmayandır. A little bu arada müsbət mənasında. Little'ın qarşısında yaxud da determinərisi varsa, onu biz götürürük müsbət mənada. Few'nu isə müsbət mənada götürür və sayılmayan isimlərin qarşısında. Few isə little inkarlıq bildirir və onunla cümlə daxilində digər bir inkar işlədilmir. Few isə müsbət mənada işlədilir. I am thirsty, but unfortunately there is little water. Mən susuzam, ancaq xoşbəxtlikdən az suyum var. Biraz suyum var. Görürsünüz burada deyir ki, mən susuzam, ancaq xoşbəxtlikdən biraz suyum var. Little less, the least ifadələrinə baxırıq. Deməli, burada batı görürsünüzsə, biz burada little negativ mənada işlədirik. Görürsünüz, bir cümlədə batı varsa, bir tərəfdə negativli işlədilir, digər tərəfdə müsbət mənada bir söz işlədilir. Yəni ki, I am sözü mən burada susuzam və mənim heç mənasında deyə bilərik ki, heç suyum yoxdur. Little biz en əvəzinə qoya bilərik burada. Burada biraz, little azdır, a little biraz işlədilir də. Little less, the least ifadəsi vardır. Bunun sifəti üstünlük müqayisə dərəcəsi və üstünlük dərəcəsidir. It will take less than an hour ifadəsində bir saatdan az vaxt alır da bu məsələ. Yadda saxlayaq ki, quite a few, quite a little ifadələri meyli və matça bərabərdir. Quite a few görürsünüz, few sayılan isimdir, meyli də sayılandır. Quite a little sayılmayan da matçda sayılmayan isimdir. Some bəzi, bir qədər, bir neçə mənasında işlədilir. Some sayılan cəm, sayılmayan tək isimlə işlədilir. Some people, sometime. Some the children, some of children ifadələrini görürsünüz ki, demək olmaz. Some of'dan sonra mütləq many of'dur, much of'dur. Bunlardan sonra mütləq z və determiner işlədilir. Some determiner plus isim, some pronoun isimsiz işlənir. Deməli, some sayılan tək isim, bilmədiyimiz hər hansı kəs və hər hansı bir şey deməkdir. Some person hər hansı bir şəxsdir ki, umbrellanı götürübdür. Kimsə mənim kətirimi götürüb ifadəsinə baxırıq. Mənim kətirimi kimsə. Some'dan sonra isim gördüksə, bunu kimsə mənasında, məsələn, some people işlədirik də, some'dan sonra person gördüksə, kimsə deyə bilərik. Bilmədiyimiz bir şəxs götürüb də. Yəni, some plus rəqəm təxminən deməkdir. Some plus certain people are needed to clean the park. In some way bir şəkildə deməkdir. Bunlar bir ifadədir. To some extent müəyyən qədər deməkdir. Someday or other, günün birində. Enough kifayət qədərdir. Enough sayılan cəm, sayılmayan tək isimlə işlədilir. Sayılan cəm, sayılmayan tək isimlə işlədilir. Enough əsasən isimdən əvvəl, sifət və zərfdən sonra gəlir. Enough books, enough juicy, beautiful enough görürsünüz, sifətdən sonra gəlir. Və biz sayılmayan tək isim dedikdə enough money yadınızda saxlayın.
Və sayılan cəm isim dedikdə hər hansı bir sözü yadınızda saxlaya bilərsiniz ki, enough book, books. Görürsünüz, burada cəm ismi yadında saxlayın. Sayılan tək ismi yadda saxlamayın ki, enoughdan sonra sayılan tək isim işlədilməz. Enough time, time enough, hər ikisi düzdür. Time, reason, trouble plus enough ifadəsi vardır. Vaxt, səbəb, əziyyət mənasında sifətdən sonra enough gəlir. Qədim istifadə formasıdır. Enough sifətdən əvvəl gəlsə, deməli ismi təyin edir. Enough comfortable house sifətdən əvvəl gəlir. Deməli, ismi təyin edir. Enough amazing time, enough time. Bunları enoughdan sonra biz nə zaman sifət işlədərik, ona görə ki, ondan sonra isim gəlsin. Ancaq ifadə tərkibində enough sifət və zərfdən sonra gələrsə, sifət və zərflə uzlaşı və isimlə əlaqəsi yoxdur. İsim, cəm istənilən formada ola bilər. An interesting enough idea. Biz deyə bilərik ki, nə vaxt enough-ı tək isimlə işlədə bilərik və sifət və zərfdən sonra gələrsə, sifət və zərflə uzlaşır. Deməli, buradakı enough, interesting enough heç vaxt biz deyə bilmərik ki, enough burada idea sözünə bərabərdir. Yəni, enoughdan sonra idea işlədilib, tək isim işlədilib. Xeyr, buradakı an idea ayrı işlədilə bilməlidir. Interesting enough isə bir yerdə işlədilir. Yəni ki, burada interesting enough, sifət, isim bunlar bir daxildə gedir və idea isə bunlar ikisi də qoşa işlədilir. Və enough nə sağında və sonunda article olmaz. Deməli, enoughdan sonra nə sağında, nə də sonunda article işlətmirik. An idea, an interesting enough idea isə bu enough-a heç bir dəxlisi yoxdur. Bu enough onların heç birinə aid deyil. Biz isimlə heç bir əlaqəsi yoxdur. Have had enough of something ifadəsi vardır. Nədəsə bezmək deməkdir. I have had enough of the neighbor's noise. Enough is enough. Yetər artıq. Bu qədər daha çox oldu. Enough is enough. It cannot be soon enough. Bitmək bilmədi. More than enough. Olduqca deməkdir. Enough is enough to the wise. Arifə bir işarə kifayətdir. Enough to the wise. Bu da bir ifadədir. A lot of, lots of, lots of. Sayılan cəm sayılmayan tək isimlə işlədilir. A lot of ideas sayılan cəm və sayılmayan isimlə işlədilir. Sayılan tək isimlə işlədilərmi? Baxın şöyle sayılan tək isimlə işlədilərmi? Deməli, a lot of z adətən a lot of-dan sonra z gəlməz. Biz dedik ki, many of, much of-dur, some of-dur. Ancaq a lot of-dan sonra biz niyə z-ni işlədirik? İşlədə bilmərik. Amma isim məlumdursa, konkret bir isimdən söhbət gedərsə, işlənə bilər. Deməli, burada da işlədə bilərik, deyilmi? Ancaq yadınızda saxlayın ki, bu konkret bir isimdən gedir. Konkret bir müəllimlərdən gedir. Bizim sinifdəki müəllimlər, məsələn, təşkil etdilər burada. Deyək ki, a lot of teachers at the school organize. Və a lot-dan sonra isim gələr. Yox, a lot nədir? Sifət və zərfi təyin edilir. A lot-dan sonra heç vaxt isim verə bilmərik. Quite a lot of ifadəsi var. Bir də rather a lot of ifadəsi var. Quite-dan sonra a lot of işlədilər və rather a lot of. A great deal of, a large amount of, çox-çoxlu deməkdir. Sayılmayan tək isimlə işlədilir. He made a great deal of money. Several sayılan cəm, plenty of ifadəsi var. Sayılan cəm, sayılmayan tək isimlə işlədilir. Plenty of years, plenty of love. A couple of cəm isim. İki insan və əşyadan danışarkən istifadə edilir. A couple of-dan sonra cəm isim işlədilir. Və biz deyə bilərik ki, a couple of days cəm isimlə işlədilir. A couple.
Several'dan sonra nə işləndi? Sayılan cəm isim işləndi. Plenty of-dan sonra nə işləndi? Sayılan cəm, sayılmayan tək isim işləndi. A couple of cəm isim. A couple of days. Half sayılan cəm, sayılmayan tək isimlə işlədilir. Half sayılan cəm, sayılmayan tək isimlə işlədilir. Half of the ikisi də düzdür. Half the people will escape from the fire. İnsanların çoxsu sayılan cəm, sayılmayan tək isimlə işlədildi. Sayılan tək isimlə işlədilərmi? Yox, sayılan tək isimlə işlədilmir half. Half of the water was salty. A quantity of sayılan cəm, sayılmayan tək isimlə işlədilir. Həmişə biz deyirik ki, sayılan cəm, sayılmayan tək, onlar unudulur, ancaq hər bir ifadəni biz yanında bir sözlə öyrənə bilərik. A large quantity of water, a large quantity of water sayılan, sayılmayan isimdir və sayılan cəm isimdir. A quantity of, məsələn, deyə bilərik ki, books. A large quantity of drugs. Görürsünüz. Burada cəm isimlə işlədilir. So elə belə deməkdir. So sifət və zərf adi dərəcədə işlədilir. But so plus sifət üstəgələk an üstəgələk isim işlədilir. So interesting a book ifadəsi var. So beautiful a book. Visual. So sifət və zərf üstəgələk zət ifadəsi vardır. Bu nəticə bildirir. This film is so interesting that I cannot go to bed. Deyir ki, mən çarpayıya gedə bilmədim. Ona görə ki, səbəbi nə idi? Filmin maraqlı olmağı idi. So few, very few, too few, how few ifadələri vardır. So a lot of, so a few, so a little ifadələri də var. Such elə belə deməkdir. Such plus isim üstəgələk such experience. Saçdan sonra isim, həm də such plus sifət üstəgələk isim ifadəsi var. Such a tall boy. Such a white snow. Such a sifət və zərf. Saçda so kimi sifət və zərf işlədilir. Such a little yalnız balaca mənasında işlənə bilər. Suchdan sonra artikel işləməz. A little nə mənasında ismi təyin edir və balaca mənasında işlədilir. Məsələn, sayılmayan isim və cəm isim olmaz such a little'dan sonra. Such a little'dan sonra yalnız və yalnız sayılan tək isim işlədilir. Very sifəti vurğulamaq üçün işlədilir. The job is very beautiful. Sifəti vurğuladı, eləmi? Very bəzən mənalı qüvvətləndirmək üçün sifətin üstünlük dərəcəsi ilə də işlədilir. The very best. Ən yaxşısı. The very last moment. İmtahanlarda ən çox bu istisnalar vardır ki, bunlar adamı çaşdırdığına görə bunları yaxşı öyrənmək lazımdır. Very plus isim. Bu zaman very sifətdir və tam olaraq ismi təyin edir. The very idea. Eynən mənasındadır. Eynən. The very idea. Eynən ideya. Eyni olan ideya. There is a teacher. I need. The very teacher ifadəsi. Siz tam olaraq mənim ehtiyacım olan müəllimsiz. To çox, olduqca çox mənasını verir və mənfi mənada işlədilir. The pair of trousers is too small for you. Very hot, too hot birləşməsi var. Far rather, much, a bit, a little, istəyəcək too ifadələri vardır. Rather olduqca deməkdir. Rather daha çox mənfi məna ifadə edən sifət və ya zərflə işlədilir. It is rather boring today.
Şilik razə ağzına aid. Razə müsbət məna ifadə edən sifətlərlə işlədikdə təəccüb bildirir. The film was rather interesting. Görürsünüzmü? Olduqca daha çox mənasındadır və razə sifətlə işlədilirsə müsbət mənanı ifadə edir. Feili sifət və zərf olduqca deməkdir. Feili kuvvet, feili feili olur. Feili qabiyan şampun. Yadınızda saxlayın ki, o ifadə olduqca deməkdir. Feili işlədilir. Quite ifadəsi olduqca deməkdir. Quite olduqca. Deməli, o qabiyan şampun demək deyil, olduqca demək. Bir yadınızda saxlayın. Quite ifadəsi olduqca deməkdir. This movie is quite interesting. Olduqca maraqlıdır. Quite tamamilə deməkdir. Həm də quite olduqca, həm də tamamilə deməkdir. Beautiful, shy, empty, wrong, right, unique, alone, expected, amazing, extraordinary, horrible, sabov, marvelous. Adətən bu kimi sifətlərlə işlədilir. This bottle is quite empty. Tamamilə boşdur. Tamamilə yanlışdır. Quite dərəcələnən sifət, sayılan təcsim. Deməli, quite a good film ifadəsi vardır ki, quite'dan sonra sayılan təcsim işlədir. Quite dərəcələnməyən isim. Dərəcələnməyən ismi biz yaxşı film deyə bilirik. Əla dərəcələnməyən isə odur ki, əla filmdir. Yəni bunun nə daha çox əla, ən çox əla, daha çox az, ən çox az demirik deyə bu dərəcəyə düşmür. Quite razı feil də işlənə bilər. Quite razıdan sonra feil işlənir. I quite enjoy reading moves. Quite'dan sonra nə işləndi? Feil işləndi. Roman oxumağı olduqca sevirəm. Nə dediyini tamamilə anlayıram. I quite understand what you mean. Quite'dan sonra feil işləndiysə biz nə dedik? Tamamilə deməkdir də. Mən tamamilə başa düşürəm. Quite'dan sonra isim gəldisə, o olduqca deməkdir. Razə quite isim də gələ bilər. Razə və quite'dan sonra ismin öndəki artiklı mənanı daha da qüvvətləndirir. There was quite a crowd at the party. Only a few, only a little, some, several, a couple of. Üstəgələ noun işlədilir. Only'dən sonra bu ifadələr işlədilir və ondan sonra mütləq isim işlədirik. Article only'dən əvvəl gəlir. Only'dən sonra isim gəlir. The only article, the only mən ifadəsindən sonra xəbəri yadınızda saxlayın ki, tək veririk. Ədəb təyin edici sözlər only'dən sonra gəlir. Only child. Only little child sadəcə balaca uşaqlar deməkdir. Little burada sifətdir. Only'dən sonra sifət gələrsə, ondan sonra isim gələrsə, burada only a little balaca mənasında işlədilir. Sifətdən sonra deməli biz isim işlətdik. Only a little progress sadəcə biraz inkişaf, little sayılmayan isimlə işlədilir. Burada little kəmiyyət bildirir. Little'dan sonra sayılan isim gələrsə biz onun miqdarını sadəcə biraz inkişaf kəmiyyətini bildirir də burada. Only a few və too few, very few ifadələri vardır. Only a little, some little, very little ifadələrinə baxırıq. Only a little az mənadadır, little-a bərabərdir. Only a few biraz mənadadır, few-ya bərabərdir. The number of determiners deyil. The number of əvəzlikdir əsasən. Hətta mübtəda yerində olur və artiklsız cəm isimlə işlədilir. Mənasız sayı deməkdir. The number of həmişə deyin ki, mənasız sayı deməkdir. O toplam hissələri çoxdur mənasıdır. Cümlə daxilində sayı kimi tərcümə olunur. The number of students at this school is high. Burada tələbələrin sayı, məktəbdəki tələbələrin sayı çoxdur.
yüksəkdir və biz deyə bilmərik ki, çoxu çoxdur, çoxu yüksəkdir. Yox, sayı çoxdur, sayı yüksəkdir. How many boys are there in the classroom? I don't know the number of the boys. Burada sıradan müəyyən bir isimlə işlənir və tamamilə funksiyasındadır. Mən bilmirəm oğlanların sayını. How many boys? Nə qədər oğlanlar sinifdə olan oğlanların nə qədəri oradadır? The number of-dan sonra təyin budaq cümləsi gələrsə uzlaşmaya diqqət edin. The number of students who study English is high. The number of students. Students-i görürsünüz. Students təyin budaq cümləsində who təyin budaq cümləsini ifadə edir də. Onun qabağında students vardır. Students, the number of students. Tələbələrin sayı who study English is high. İngilis dilində təhsil alan tələbələrin sayı çoxdur. Nəyə görə biz study yazdıq? The number of students-dən sonra isim cəm xəbər tək işlədilir. The number of students is high. Xəbər bilsiz hardadır? Is high. Və who study nədir? Who study students yanında işlədilir. Students study. Təyin budaq cümləsində xəbər ayrılır, gedir o biri başa. Biz o biri başda olan xəbəri ilə uzlaşdırırıq. Study nisbə vəznin önündəki student sözü ilə uzlaşır. Study. Nisbə vəznin önündəki The number of students is high. İfadəsində tələbələrin sayı yüksəkdir. A number of bizsə çoxu deməkdir. A number of ifadəsini biz deyirik ki, a number of cəmsin, cəm xəbər. A number of teachers, a number of the teachers deyə bilmirik əlbəttə ki. A number of teachers join the annual meeting. İllik toplantıya çoxlu sayda müəllim qoşulur. A large number of, a great number of, a small number of, a considerable number of, great numbers of. Bunlar bir ifadədir. Bunları əzbərləmək lazımdır. Əlavə qeydlərdə biz deyə bilərik ki, ismin qarşısında much, many, few, little determinants işlədilir. Only a few, only a little və very few, very little ifadələri vardır. Biz gəlir very, too, how, they, might, it, is, little, just, only, quite, rather, a little. Deməli, ondan sonra işlədir, justdan sonra quite'dan sonra rather'dan sonra article işlədilir deyə. Məsələn, very'dən sonra işlənməz, to'dan sonra işlənməz, how'dan sonra işlənməz, might'dan sonra işlənməz. Ona görə onların qarşısındakı little sözünün qarşısında article yazılmayıb. Many millions of, many thousands of ifadələri vardır. Bunları əzbərləmək lazımdır. Əzbərləyib köçməni yox, mənasını başa düşərək, yanında isimlə uyğunlaşdıraraq öyrənmək lazımdır. Such, quite, rather, a lot of. Plus cəmsim işlədilir. Such, quite, rather'dan sonra a lot of işlədilir. I have so many people's problems, such a lot of problems that I don't know how to figure them out. So long, such a long time bərabərdir. Cleaning your house thoroughly will take so long, such a long time. Evini təmizləmək çox vaxt aparacaqdır. To have so that ifadələri vardır.
Bunlardan sonra isimlər. Too boring an article. My sister drinks twice as much tea as my father. O both half of onsuz da qarşısında təyin edici işlərdir. All the people ifadəsi vardır. All of the people ifadəsi vardır. Both the boys, both of the boys ifadələri vardır. Half the apples, half of the apples da işlədilə bilər. Very realdən əvvəl article işlədilir. A very beautiful job. Amma rather həm sağında, həm sonunda article ala bilər. A rather interesting book, rather an interesting book. A couple days, a couple of days. İkisi də düzdür. Saçdan sonra z gəlməz. Sadəcə isim sayılan və təkdirsə an artiklı, cəm və saymayan isimdirsə boş işlənir. Z artiklı gəlməz. Determinants quantifiers mövzusu bu qədər. Gəlin də sizlə görüşərik. Gəlin mövzumu izah edərəm. Əgər bəyəndisə, bəyən düyməsinə basın, kanalıma abunə olun ki, daha çox insan yararlansın və mövzulardan nəyi başa düşmürsə, hansı mövzunu öyrənmək istəyirsə, altda şərh bölməsində yazın, mən sizə izah edərəm. Dərsimiz bu qədər, sağ olun, gələn dərsdə görüşərik.